Salam əziz Tapşırıq TV izləyiciləri. Hər birinizi xoş gördük. Həm də Cəbrayıl Əlli kanalının izləyiciləri də. Orada dərsliklər, burada bizim iş dəftərlərimiz. Bunun üçün davamlı olması üçün nə edirsiniz? Kanalımıza abunə olursunuz. Abunə olun. Bəyənin. Paylaşın. İnşallah dua eləyim, mənim də xəttim burada yazanda düzəlsin. Əslində belə yazında çox da möhtəşəm deyil, amma bu qədər pis deyil də. Kanalımıza, bizim dərslərimizə qoşulmaq üçün 775 81 72 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sualları cavablandır deyir. Hestia kimdir? Hestia bu kişi var idi. Kişinin adı nə idi? O kişinin nəvəzi idi. Hestia 6-cı nəsildən olan nəvəsi. 8 yaşı var. Maşallah. O qədər şey bilir. Müəllim Hestia'ya tapşırıq vermişdi ki 10.000 nəfəri 10.000 nəfəri nəyə? Yaddaş arxivlərini 50% azaltmağa inandırsın. Sonra bundan bir maraqlı mətn uşaqlar. Mətni mən siz üçün yazmayacağam. Sadəcə məlumat. Belə deməlisiniz ki, dünyanın içində daha çox Bangladeş buna məruz qalıb. 2022-ci ildə 5 ölkəmiz ki var. Türkiyə, Şimali Koreya, Makedoniya, Meksika çox dərəcəsi daha aşağıdır. Onlar daha az məruz qalıblar. Digər ölkələrdə qənaətbəxş sayılır. Bu da 2022-ci ildə olan diaqramdır. Bu yazıları bilirsiniz ki, mən yazmıram. Dinlədiyin gələcək şəhər mətni üzrə yarımbaşlıqlar yadında qalır. Səhiyyə sayəsində hüceyrə dəyişməsi baş verir. Deməli, hüceyrə dəyişməsi nəticəsində insanlar 200 il yaşaya bilirlər. Maşallah, bu kimi dalbadal yazan uşaqlar. İnsanlar 200 il yaşaya bilər. Cərrahlıq inkişaf edib yaza bilərsiniz. Nəqliyyatın inkişafı, deməli, nəqliyyat vasitələrinə xüsusi makinalar quraşdırılıb ki, o maneə görəndə də motoru söndürür. Gündə 2 dəfə şəhəri ləmək üçün yağış yağdırılır. Enerjinin əldə edilməsi, deməli, hündür yerlərə nə qoyurlar? Ayalı nə idi? Güllə yerləşdirirlər. İldırım enerjisini toplayır. Bir də günəş enerjisini toplanır. Günəş enerjisi toplanır.
Müəllif oxucunun təsvir olunan hadisələri nəticə çıxarmağa çalışır. Bu yaddaşdaydı. Müəllifdən isə gələcəklə bağlı arzularını bu gələcək gün, gələcək şəhərdə idi. Obrazların xarakteri, taleyi ön plandadır, yaddaşdadır. Gələcəyi ilə bağlı narahatlığını bu da yaddaşdadır, amma texnoloji yeniliklər hər ikisində özünü göstərir. Söz birləşmələri və cümlə üzvü kimi. A. Cümlə üzvü rolunda olan söz birləşmənin altından xətt çək, qarşında cümlənin vəzifəsini qeyd et. Bu küçələr ona gənclik illərini, nəyi? Tamamlıq. Sərçə pəncərəni harada? Zərflik. Nəhayət, bağ sahibi, elov kim? Mübtəda. Nənəmdən eşitdiyim, maşallah, deyəsən bugün söhbətimiz bu oldu. Nənəmdən eşitdiyim nağılları, mən hələ nəyi, nağıllar hansı? Nənəmdən eşitdiyim təyin. O, söhbəti yarımçıq kəsərək otaqdan çıxdı. Söhbəti yarımçıq kəsərək, bu da zərflikdir. Zərflik. Cümlələrdə ismi birləşmənin birinci tərəfinin altından xətt çək. Onların hansı ayrılıqda cümlə üzvü deyil. Divar nə? Çat. Hansı divardakı? Bu ayrılıqdadır. Gümüş qaşığı mənə hədiyyə ediblər. Nəyi qaşığı? Hansı gümüş? Təyin olanda çox vaxt bölünür. Belə tədbirlər ardıcıl. Nə? Tədbirlər hansı? Belə. Əskər məktublarını maraqla oxuduq. Nəyi? Əskər məktublarını. Yiyəliklə mənsubiyyət olanda bölünmür. Artıq tamah. Nə? Artıq tamah. Daş qayıdıb burada yoxdur. Yəni bir yenə 4-də bir suala cavab verir, bölünmür. Hansı cümlədə ismi birləşmə ilə ifadə olunmuş zərflik var? Şahin səhvini başa düşüb dostundan üzr istədi. Evimizi təmir edən qonşu, kim qonşu hansı bu deyil. Həyətdəki səs-küy eşidən nənə, pəncə bu da deyil. Dərs ilinin sonunda uşaqlar isim nə idi? Uşaqlar nə zaman? Dərs ilinin sonunda. Dərs ilinin sonu, yiyəlik və mənsubiyyət ismi birləşmə. Altından xətt çəkilmiş söz birləşməsini təyin vəzifəsi. Stolun üstündəki kitabı götür. Nəyi? Kitabı hansı? Stolun üstündəki A variantı. Təyin vəzifə bir dəqiqə. Söz birləşməsi. Burada nadir söz birləşməsi deyil. Elşadın ən böyük arzusu. Burada mübtədadır. Həmin binaya, həmin əvəzlikdir. Yəni birlikdə deyil. Aha. 1-1. Eləyək. Söz və ya söz birləşməsi. Biz. Məsələn, biz. Əvəzlikdir. Nə zaman? Hə, bu birlikdədir. Biz evdən çıxanda. Evdən çıxanda. Əvəzlik nədir, uşaqlar? Səhv elədim burada. Bunu silmiş üçün diqqətli olmaq lazım idi. Cümlənin axırını oxumadım. Burada, uşaqlar, biz evdən çıxandadır. Zərflikdir. Bu fe'li birləşmə. Fe'li bağlama tərkibi. Birləşmə. Sonra güclü. Güclü təyindir. Sifətlə ifadə olunub. Nə? Külək. Küləkdir. Mübtədadır. Mübtədadır. Bir də ifadə vasitəsi isimdir. Bununla da bu bölməmiz bitdi. Deməli, neçə səhifə idi? 28, 29, 30. Biz bunu artıq ümumiləşdirici təkrarda görüşərik. Bəlkə ümumiləşdirici təkrar azdırsa ilə bəlkə burada elədim onu siz üçün. Bir cümlədə birləşdirək geçsin. Deməli, ya da qalsın ümumiləşdirici təkrarı ayrı paylaşaram. Hələlik növbəti izahlarda görüşərik.